Salam, hörmətli tamaşaçılar, efirdə xəbərlər informasiya proqramıdır. Xəbərlərlə sizi mən Turac İbrahimova tanış edəcəm. Bugün 14 apreldir. Gürcüstanda aprelin 14-ü ana dili günüdür. Yəni 46 il əvvəl məhz bugün Gürcü dilinin müdafiəsinə başlanılıb. Daha ətraflı ilk materialımızda. 14 aprel Gürcüstanda ana dili günü kimi qeyd olunur. Bugün Gürcüstanın dövlət dili olan Gürcü dilinin qorunması və əhəmiyyəti vurğulanır. 1876-cı ildə Melikişvili mətbəəsində ilk ana dili çap olunub. O zaman Tiflis mətbəələrində ancaq köhnəlmiş Gürcü şriftləri var idi və Peterburqdan gəlmiş gənclər Stepane Melikişvili, Dimitri Bakradze, Vaxtanq Tulaşvili və Nikolos Qoqeberidze bu problemi həll etmək qərarına gəldilər. 1863-cü ildə onlar Gürcü tipoqrafiyasının inkişafının əsasını qoyan və müasir Gürcü şriftlərinə təsirini bu günə qədər davam etdirən öz mətbəəsini qurdular. 1978-ci il 14 aprel tarixində Gürcü xalqı Tiflisdə kütləvi şəkildə küçələrə çıxaraq Gürcü dilinin Gürcüstan SSR-sində rəsmi dil statusunun saxlanılması uğrunda mübarizə etmişdi. Bu hadisə Sovet dövründə böyük ictimai müqavimət nümunəsi hesab olunurdu və nəticədə Gürcü dili rəsmi statusunu qoruyub saxlaya bilmişdi. Gürcü dili Gürcüstanın dövlət dilidir. Abxaziya Muxtar Respublikasında Abxaz dili də dövlət dili kimi tanınır. 5 milyondan çox insan Gürcü dilində danışır. Gürcü dili İber-Qafqaz dil ailəsinin Kartvel qrupuna aiddir. Alimlər Gürcü dili ilə qohum olan və arxaik Gürcü dilinin xüsusiyyətlərini qoruyub saxlamış Meqrel, Lazur və Sıvan dillərini eyni qrupa daxil edirlər. Gürcü dili günü hər il 14 aprel Gürcüstanda rəsmi və simvolik tədbirlərlə qeyd olunur. Məktəblərdə, universitetlərdə və dövlət qurumlarında dilin tarixi, zənginliyi və qorunması haqqında tədbirlər keçirilir. Ədəbi və mədəni irsin təbliği diqqət mərkəzində olur. Ana dili gününü Saymerlo kənd məktəbində qeyd etdilər. Orada yerli hakimiyyət nümayəndələri də iştirak edirdi. Bugün Saymerlo kənd ictimai məktəbində ana dili gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə uşaqlar Gürcü dili və onun tarixi haqqında teatrallaşdırılmış səhnələr təqdim etdilər. Belə ki, Gürcü krallarını, yazıçıları və şairləri təsvir etdilər. Onlar öz ana dillərində şeirlər söylədilər. Tamaşaçılara rəqs nömrələri də təklif etdilər. Tədbir çərçivəsində Saymerlo məktəbində yerləşən və əsasən sözü gedən məktəbin şagirdlərinin təmsil olunduğu Saymerlo xalq mahnıları və folkloru ansamblı bir neçə mahnını ifa etdi. Saymerlo məktəbində ana dilinə həsr olunmuş möhtəşəm tədbir keçirildi. Məktəbdə fəaliyyət göstərən Saymerlo ansamblı da bu tədbirdə yer aldı. 2 mahnı ifa etdik. Ümumilikdə məncə gözəl tədbir alındı. Görüşdə Marneuli merinin müavini Roin Dekanoidze və yerli hökumətin digər nümayəndələri iştirak etdilər. Gürcüstan əhalisi kütləvi nümayiş təşkil edərək Sovet İttifaqının Gürcüstanda Gürcü dilinin dövlət dili kimi ləğv edilməsi qərarına qarşı çıxdı.
Marneuli şəhər 6 saylı məktəbin şagirdləri də ana dilini gününü qeyd etdilər. Tədbirdə ölkənin 6 güşəsi nümayiş olundu. Ətraflı reportajımızda. Marneuli Bələdiyyəsi yerli hakimiyyətinin dəstəyi və 6 saylı ictimai məktəbin təşkilatçılığı ilə ana dili gününə həsr olunmuş tədbir keçirildi. Şagirdlər qonaqlara müxtəlif proqramlar təqdim etdilər. Tədbir çərçivəsində etnogüşələr, mətbəx sərgisi və hər güşə ilə bağlı tamaşalar təqdim olundu. Tədbirdə bələdiyyənin struktur bölmələrinin rəhbərləri və dəvət olunmuş qonaqlarla yanaşı Marneuli Bələdiyyə merinin birinci müavini Roin Dekanoidze ilə mer müavini Teymur Şubitidze də iştirak etdilər. Bu məktəbdə ana dilinə həsr olunmuş tədbir keçdi. Burada Gürcüstanın müxtəlif bölgələrinin mətbəxi və mədəniyyəti sərgiləndi. Ümumilikdə çox gözəl alındı. Məktəb rəhbərliyinə və şagirdlərə təşəkkür edirəm. Gürcüstanı vətəndaşları, müəllimləri və şagirdləri də bu gün münasibətilə təbrik edirəm. Biz İlya Cavcavadzenin Kişi Adam əsərinin personajlarıyıq. Luarsav və Daricanıq. Bu personajları Kaxet güşəsində ifa etdik. Bu da qonaqlarda çox gözəl təəssürat yaratdı. İlya Cavcavadzenin əsərindən mən bugün Luarsav rolunu oynadım. Məqsədimiz Gürcü dilinin gözəlliyini qonaqlara təqdim etmək idi. Demək istədik ki, yalnız dil deyil, ölkənin güşələri də xalqın inkişafında böyük rol oynayır. Gürcüstanı bu möhtəşəm gün münasibəti ilə təbrik edirəm. Gürcü əlifbasının bayramını qeyd edirik. Bu gün məktəbimizdə ölkəmizin 6 güşəsini nümayiş etdik. Məktəbimizdə Gürcü dili həftəliyinin bugün açılışı oldu. Bu həftə tədbirlərimiz davam edəcək. Məktəbdə Yakov Qoqobaşvilinin büstü yerləşir. Yerli hakimiyyət nümayəndələri hər il gəlib onu yad edirlər. Şagirdlərimizə təşəkkür edirəm. Çox gözəl tədbir alındı. Xatırlatmaq istərdik ki, 1978-ci il aprelin 14-də Gürcüstan əhalisi ziyalı təbəqənin nümayəndələri ilə birlikdə kütləvi nümayiş təşkil etdilər və bununla da Sovet İttifaqının Gürcüstanda Gürcü dilinin dövlət dili kimi ləğv edilməsi qərarına qarşı çıxdılar. Ölkədə 1990-cı ildən 14 aprel ana dili günü elan edilib. Tetritsqaronun Kosalar kənd məktəbində 14 aprel kitab güşəsi günü kimi qeyd olundu. Tədbirdə bələdiyyənin meri də iştirak edirdi. Tetritsqaro Bələdiyyəsinin Kosalar kəndində ana dili gününə həsr olunmuş Gürcücə kitab güşəsi adlı tədbir keçirilib. Tədbir Tetritsqaro Mədəniyyət və İdman Mərkəzinin Kitabxana şöbəsinin təşkilatçılığı ilə Kosalar məktəbində yerli şagirdlər üçün təşkil edilmişdi. Azərbaycanlıların yaşadığı Kosalar kəndində ana dili gününə həsr olunmuş tədbirdə Tetritsqaro Bələdiyyəsinin meri Georgi Siklauri də iştirak etdi. Tədbirdə Mədəniyyət və İdman Mərkəzinin Musiqi Məktəbinin, həmçinin Kosalar İctimai Məktəbinin şagirdləri iştirak ediblər. Məqsəd qeyri-Gürcü dilli şagirdlər arasında Gürcü dilinin öyrənilməsini populyarlaşdırmaqdır. Xəbərlər informasiya proqramı bununla sona çatdı, hörmətli tamaşaçılar. Sabah eyni vaxtda görüşmək ümidi ilə özünüzə yaxşı baxın.